Salam, hər vaxtınız xeyir olsun. Bir gün gözəl biskit resepti ilə sizinlə paylaşıram. Sabaha tort hazırlayacağım. 2 dənə balamın ad günüdür, böyük və balaca oğlumun. Böyük oğlum burada deyil, amma həmişə mənim ürəyimdədir. 5 yumurtanın deməli ağını sarısından ayırmıram. Yaxşıca mikserlə çalıram, qəşəng çıxır. Deməli qarışdırıb 260 qram şəkərlə 1 stakan yarım. Ayrı qabda deməli unu qarışdırıram kabartma tozundan. Kabartma tozu deməli 20 qram lazım olur. Və belə yavaşca səliqəli qarışdırırıq. Sonra 120 qram bitki yağı və 120 qram ilıq süd qatırıq. Yavaş belə qarışdırırıq. Diametr deməli məndə formanın diametri 28 santıdır. Birinizdə balaca götürə bilərsiniz. Onda biskvit hündür çıxacaq. Sabah krem hazırlayacağım və gözəl bir dadlı tort olacaq.